Salam dostlar. Bugünkü videoda siz görəcəksiniz ki, yəni solmuş, saralmış faraları necə təzələmək olar. Öz əlimizlə eləcə məhəllədə najdaq kağızı götürürük. Najdaq kağızı deyilən bir kağızdan götürüb istifadə edirik. 2000'lik yaxşısına sıyırırıq. Sudan da əlavə eləsək laf yaxşıdır. Ondan sonra gözləyirik ki, tam qurusun. Quruyandan sonra şlifovka eləmək olar. Şlifovka eləmək istəməsəniz də ancaq bir lakdan istifadə edib gördüyümüz kimi faraları qəşəng şəffaf eləmək olar. Göz qabağındadır. Yəni təxmini bir 10 dəqiqə vaxt alır. Ancaq saralmış faraları elə bir təzələyir ki, doğrudan da təzədən seçilmir. Yəni 10 dəqiqə yox, 15-20 dəqiqə sərf eləsəz, belə deyək də, hər faraya 10 dəqiqə, 15 dəqiqə. Avtomobiliniz olacaq elə bil salondan yeni çıxıbdır. Gördüyümüz kimi də videoda da görünür. 2 dəqiqənin içində qəşəngsənəz təzələmək olur. Mən həmişə məsləhət görürəm ki, lakı bir hissə yox, 2 hissə vurmaq. Yəni 1 lay yox, 2 lay. Bir dəfə vurdunuz, gözləyirsiniz. Bir 10 dəqiqə, 5 dəqiqə gözləmək lazımdır ki, lak qurusun. Ondan sonra üstündən də kontrolunu bir layda vurursunuz. Bir hissədə vurursunuz ki, yəni toz, torpaq, balaca daşlar plastiki pis günə qoymasın. Bu lak onu elə bil qarşısını alır. Faranı demək olar ki, qoruyur. Baxışınıza görə çox sağ olun. Kanala abunə olmağı unutmayın. Sağ olun, var olun.